Danışıqların sırasında tutaq ki, ora benzin satılması verilməsi, orada artıq mən bu günlərə xəbərlərdə də baxdım, Ermənistanda benzinin qiyməti aşağı düşüb, çünki alternativlər var, rəqabət var. Eyni zamanda Xaçaturyan və onun kimi bir neçə demək məhbusun təhvil verilməsi ki, biz bunu Ermənistan mətbuatından öyrəndik. Bax, bu sayaq xəbərlər. Cəmiyyətdə də siyasətçilər də var içərisindəki müəyyən bir qism, məsəl üçün sizin tez-tez debatda tərəf müqabili olduğunuz AK Partiyanın rəhbəri Tural Abbaslı bu normallaşmanı bir mənalı şəkildə qəbul etmir. Belə bir sürətə ehtiyac yoxdur və bu insanlarımızı daha çox qıcıqlandırır deyir. Baxıram tamaşaçıların içərisində də eyni fikir var ki, biz benzini alırıq falan qiymətə, erməni isə bizim benzinimizi məsəl üçün daha belə deyək də onun üçün daha şərtlər normaldır. Biz neft ölkəsiyik və yaxud da biz niyə Xaçaturyanı təhvil verdik, verməsəydik burada ölsəydi də problem olmazdı deyənlər də var. Əslində necə olmalıdır vəziyyət ki, həm insanımız narahat və narazı qalmasın, həm də beynəlxalq münasibətlər, həm də sülh sazişi və digər məsələlər öz həllini tapa bilsin. Bu cür güzəştlər necə, hansı tempdə edilməlidir İlman bəy? Xanım, dünyada bir 8 milyard insan var. Bizim də bir əhalimizin sayı 10 milyonu ötüb keçib. 10 milyon nəfər ötüb keçib. Nə qədər insan var, o qədər də fikir, mövqe olacaq. Biri belə deyə, başqası belə deyə, o məşhur Molla Nəsrəddinin lətifəsində olduğu kimi. Və ona görə də bizim üçün əsas strateji məsələ nədir? Biz istəyirik ki, Ermənistanla sülh müqaviləsini imzalayaq. Onu paraflamışıq Vaşinqtonda, sülh müqaviləsini imzalamaq istəyirik. Amma biz həm də onun fərqindəyik ki, sülh müqaviləsinin nə qədər ciddi əleyhdarları var, revanşistlər var. Biz istəyirik ki, sülh müqaviləsini imzalamaq istəyən hakimiyyətlə və eyni zamanda erməni xalqı ilə bir etimad mühiti formalaşsın. Orada statistik erməni, bəli, benzini biraz daha ucuz qiymət alanda o hiss eləsin ki, sülh prosesi deyəsən yaxşı məsələdir. Deyəsən Azərbaycanla bir sülhə gelsək, bizim güzəranımız daha yaxşı olacaq. Yəni sülh prosesinə ölkə daxilində mane olmaq ehtimallarını biz minimuma indirmək istəyirik. Yəni bu böyük siyasətdir və mən həmişə o fikirdəyəm ki, hər kəs siyasətlə məşğul ola bilməz siyasətlə. Çünki bax həkim ürək əməliyyatını həyata keçirir, düzdür? O həkimdir. Bir başqasına desən, gəl sən də həyata keçirə bilməz. Rəssam gözəl bir rəsm çəkir, bir başqasına desən, sən də gəl ondan çəkə bilməz. Amma siyasət məsələlərində çox qəliz, daha mürəkkəb məsələlər, hər kəs özünü peşəkar kimi aparmaq istəyir ki, mən də edə bilərəm. Elə deyil. Siyasət çox qəliz məsələdir və sizin efirinizdə bir dəfə yadımdadır, bir sual qoydunuz ki, bu Paşinyan arvadı əshabələri ilə Cıdır düzündə yallı gedir. Və sizə suallar verirlər ki, niyə biz bu qədər güclüyük, onu vurub yerində məhv eləmirik? Və nə qədər suallar gəlirdi. Və indi siz bir anlıq təsəvvür o sual verənlərin ağlı ilə bu hadisə baş versəydi, qaliba bizdə deyildi. Bizə terrorçu deyəcəkdilər. Bizə gör indi hansı məntiq və hansı ağınla bu cür məsələləri deyirlər. Hər şeyin öz həlli yolları var. Bizim üçün əsas məsələ sülh məsələsidir. Sülh müqaviləsi imzalanması məsələsidir. Bu bizə beynəlxalq etimad da gətirir. Siz fikir verirsiniz, Cənab Prezidentin bu Davosdakı keçirdiyi görüşlərdə ən çox bizə həm də onu qeyd edirlər ki, Ermənistanla sülh müqaviləsi imzalamaq yolundasınız, sülh prosesi, sülh gündəliyi irəli gedir və s. Bunlar hamısı baş verməkdədir və eyni zamanda Cənab Prezident bu görüşlərdə, Trumpla görüşündə, başqa liderlərlə görüşlərində qeyd edir ki, etimad mühiti istiqamətində ciddi işlər getməkdədir. Ermənistanın deməli prezidenti Xaçaturyan da oturmuşdu, Cənab Prezident, eyni o dəyərli masada. Paneldə və orada Xaçaturyan da Cənab Prezidentin sözlərini təsdiqlədi ki, bəli, biz sülh şəraitində yaşamağa öyrəşməliyik. Və bunun üçün də etimad mühitinə kömək edən addımlar atılmalıdır və atılır da. Bu nədir? Əvvəlcə Qazaxıstandan, indi Rusiyadan da yüklər Azərbaycandan keçməklə Ermənistana satılır. Neft məhsullarını biz Ermənistana satırıq və gələcəkdə bizim digər məhsullarımız Ermənistan bazarına daxil olacaq. Ermənistan mallarının bizim bazara daxil olması baş verəcək. Yəni sülh başqa cür olmur. Bunun xoşun gəldi, gəlmədi, başqa cür olmur. Sülhdən danışanda bunlar baş verməkdədir. Ən əsası orta statistik erməni öz cibində bunu hiss etməlidir ki, Azərbaycanla münasibətlər yaxşılaşanda mənim güzəranım da yaxşılaşır. Sülhə aparan yol budur. Biz bu yolu seçmişik və bu yol bizə beynəlxalq etimad gətirir. Trump bizi həm də ona görə müdafiə edir ki, Azərbaycan prezidenti sülh prosesində qətiyyətli mövqeyi var. Təşəbbüslərindən çıxış eləyir və sülh istiqamətində addımlar atır və Trumpın da bu sahədəki siyasətini dəstəkləyir. Yəni bax, bunlar baş verməkdədir. Böyük baxmaq lazımdır məsələyə. Deyilsiz, kiçik maraqlar baxımından və emosiyalarına Ermənistanla müqayisədə böyük dövlətik.
Türkiyə bizim qardaş dövlət isə dünyanın böyük dövlətidir. Siz təsəvvür edin ki, Ermənistanla əlaqələr bərpa olunanda erməni bazarında söz sahibi biz olacağıq. Bu günləri kiminsə xoşuna gəlməyə bilər bu proseslər ki, niyə bizim benzinimiz getdi və s. Sabahları biz o bazara girib, o bazarda şərtləri biz diktə edəcəyik. Biz o bazardan xeyir götürəcəyik, fayda götürəcəyik. İqtisadi asıllığımız siyasi və digər asıllıqlarda şərtləndirən bir məsələdir. Daha doğrusu onların bizdən asıllığı. Bunun üçün biz müəyyən bu iqtisadi addımlar atmalıyıq. Yəni yol budur. Bunun alternatifi toqquşmadır, bunun alternatifi müharibədir. Nə bizə, nə də Ermənistan bu lazım deyil. Bizə ümumiyyətlə dünəndən də lazım deyil. Çünki ərazi bütövlüyümüz təmin edilir, suverenliyimiz təmin edilir. Daha bizə nə lazımdır? Müqaviləni imzalamaq. Bu atılan addımlar da məhz o istiqamətdə gedir və şərtləndirir sülh müqaviləsinin imzalanmasını.